Sabahınız xeyir olsun hanımlar və cənablar. Bəli, bugün gözəl bir gün üçün burada toplaşmışıq. Nura mən təqdim elədim, mən deyərdim ki, Nura Andronova yəqin ki, hər biriniz tanıyırsınız. Buyur Nura. İstəyərdim ki, tədbirimizi açıq elan etməmişdən öncə bilirik ki, Azərbaycan dövləti suverenliyi uğrunda canından qanından keçən şəhidləri bir dəqiqəli sükutla yad edək. Buna görə rica edirəm. Gəlin hamımız ayağa qalxaq. Teşekkürler ülkeden paylaşabilirsiniz. Mənəm ki, Manol restoranı nəinki görsən, Bakıda, paytaxtda da var, eyni zamanda Mərdəkanda da var. Yəqin ki, filiallara arta çoxalacaq, ona heç bir şübhəm yoxdur. Amma varsa artacaq. Bilməyənlər üçün də Saft Travel hər zaman demək lazımdır. Saft Travel sayəsində biz bilməyənlər üçün də bildək ki, Manol restoranında bax belə bir gözəl səhər yeməyi var. Nura, dadmısan? Yox. Dadmamısan? Mən olmuşam şam yeməklərində, amma səhər yeməyində ilk dəfədir ki, Manolya'dayım. Birazdan yəqin tərif edəcəm onu da. İstərdim ki, bu tədbirin təşkilatçısı Samira xanıma təşəkkürümü bildirirəm. 5 ildir ki, Azərbaycanda yerli turları həyata keçirən Saft Travel bu il böyük bir imza atdı. Artıq xarici turlarında Saft Travel'lər gəzmək istəyən turistlərə Saft Travel'in bax birinci mərtəbədə Azurda yerləşən ofisinin qapısı açıqdır. Samira xanım hər zaman işində peşəkardır. Bax, burada olan xanımlar var, bəylər var. İnanıram ki, onların çoxsu Saft Travel'lə Azərbaycanımızı qarış-qarış gəziblər. Elə bizim tanışlığımız da o turlardan birində oldu və o turlar bugün Samira xanımın yanındayıq hər ikimiz. İnanıram ki, bugünkü səhər yeməyində də işgüzar xanımlar bu dostluqdan sonra mütləq gələn həftə bir tur təşkil olacaq və biz Azərbaycanın hansısa bölgəsində gedib gəzib istirahət edəcəyik. Çünki istirahət çox önəmlidir. Çünki istirahət olmasa insanın sağlamlığında problemlər olar. Saft Travel ona gedəcək. Hər zaman sizinləyik. Bugün tam fərqli bir istirahət oldu da, bura. Hər zaman bölgələrə üst tuturuq, Saft Travel'dan. Bugün Bakıda və səhər yeməyində bütün iş adamlarını bir araya topladıq və istirahətimizə xüsusi bir istirahət qatdıq. Çünki biz Azərbaycanlı olaraq hər zaman səhər yeməklərini sevirdik. Biz yeməyi sevirdik. Eşitmirsən, deyir səhər yeməyini dostuna. Günorta, yox, səhər yeməyini özü yiyir. Günorta yeməyini dostuna, axşam yeməyini düşürəndə Düşməndən danışmayalım. Mən bildiyim bir misal da var, atılan sözlər var. Səhəri necə açırsansa, necə pozitiv açırsansa, günün sonuna qədər də elə davam edirsən. Mən əminəm ki, bu gün burada toplaşan hər kəs günün sonuna qədər daha enerjili, daha gümrah olacaqlar və biz də təbii ki, onlarla birlikdə. Elə istəyirdim ilk sözü Saft Travel'in təsdiqçisi bilirdik ki, Samira Mirzəyevadır. Amma bugün o şirkətini təmsil edən Samira Mirzəyevanın qızı, bizim dəyərlimiz Aksana buradadır. Bəli, Aksana, istəyirəm səni də təqdim edirəm. Səsləyən xanım, gənc xanımı artıq Saft Travel turizm şirkətinin simasıdır. Həm də idarə edənlərdən biridir. Buyur Aksana, necəsən, nə gözəlsən, nə şıqsan. Buyur. Mən də salamlayıram hər bir sabahınız xeyir olsun, hər birinizə xoş olsun. İllərdir fəaliyyət göstərən şirkətimizin yeni layihələrini görmək doğrudan da sevindirici haldır. Belə tədbirlərin təşkil olunması məncə çox lazımlıdır. Yeni dostluqlar, yeni başlanğıclardır. Hər birinizə uğurlar arzu edirəm və ölkə xarici satış menecerimiz Gülməli xanımı bura dəvətləmək istəyirəm. Bəli, təbii ki, sizin gürültülü alqışlarınızla Gülməli xanım gəlsin bura. Necəsən? Gülüçbə.
səhər tezdən gəlmişsən. Onsuz da hər gün səhər tezdən işləsən, amma bugün fərqli bir işdir. Çünki bugün gözəl bir gündür, gözəl bir gündür. İstərdim sizdən şirkət haqqında məlumat, bilgiləri, bax burada eləşən xanımlar, bəylərə söyləyəsiniz. Bilirəm, bilənlər bilir, amma bilməyənlər də var. Buyurun. Ben de öz adımdan bugün burada eğleşen bütün konuklarımızı sağlayacağım. Çok güzel özünüz vurguladınız. Artık 15'ine yakındır ki biz hem dahili turlarla hem harici turlarla fəaliyyətdəyik. Bugün özellikle bir şey qeydələmək istəyirəm ki, biz nəinki turların təşkili, yəni bundan sonra tez-tez belə kooperativ təşkillərimiz və qarşıda gələcək qala gecələrimiz olacaq. Çok istəyərdik ki, bu kollektivlər, bu insanları yenə qarşıdakı məclislərimizdə tez-tez rastlaşıb, tez-tez görək. Qış ayları gəlir artıq qarşıda. Qışda bizi nələr gözləyir, hansı turlar gözləyir? Qışda yeni qala gecələrimiz olacaq, yəni həm rayonlarımızda olacaq. Şaxtat değişmişdi. Şaxtada nə baş verəcək elə? Şaxtanın açılışı çox yaxın günlərdə gözlənilir, dekabrın ilk həftələrində inşallah. Möhtəşəm, həmişəki kimi, yəni tam fərqli bir tərzdə özümüzə uyğun bir açılışımız olacaq inşallah. İnşallah. Mənim ona heç bir şübhəm yoxdur. Hər zaman yeniliklər edən Saf Travel bu dəfə də öz sözünü deyəcək. Şirəm bəki qoğumlar varmasınız? Qarabağda yox, biz Şivanlı. Biz o tərəfdə. Hə, ola bilər, ola bilər. Babam o tərəflərə çox gedir Kemal burada. Hə, gəl indi biz takdir şəklimizi çəkin. Teşekkürler. Teşekkürler, çok sağ olun. Bak burada biz Nurlan'ı görürük. Biz burada her zaman Timo geliyor ona. Timo Bey buradadır. Aile büyüktür ama işçilerin çoxusu bugün burada yoktu. Niye? Çünkü Saftravel bugün səhər yemeği teşkil edir. Hatta Saftravel'in bugün bir turu var. Bəzi işçilər xidmət üçün, yani turda olan insanların səyahəti, maraqlı keçmək için her zaman insanların qayrısına qalırlar. Bir hardadır, dostlaşırsan, yol gedərlər. Ona görə Saftravel ailəsi 15 ildə böyüyür, böyüyəcək çünki dostları çoxalır. Yol gedəndə, o turda, o gözəl istirahətdə Saftravel ailəsi böyüyəcək. İndi Azərbaycanda böyüyür. İnanıram ki, gələn bu vaxtda bizim xaricdən qonaqlarımız çox olacaq. Çünki ölkə xarici turlarımız başlayır. Və o turda da bizim çoxlu dostlarımız, çoxlu iş adamları, Azərbaycanı gəzmək istəyən turistləri də biz özümüz gəlib xarici gezəcəyik. Oradakıları da bura gətirəcəyik. İş budur. Sözsüz ki Nura, və onu da qeyd etmək lazım ki, burada eyni zamanda bizim Doğma Ayrıca televiziyası da buradadır və bütün bugünkü günün bu məclisi bu səhər yeməyini birlikdə alır və bir arxiv olacaq deyərdim. Saf Travel üçün əslində bizim televiziya dilində vizitka deyirlər, bizdə belə deyirlər, amma bilmirəm indi Saf Travel'da necə deyirlər, amma vizitka adı və tarixi əks etdirir və sözsüz ki bir arxiv olaraq hər zaman yaddaşlarda qalacaq. Teşekkür ederim Ayrıca televiziyası və Samir Bey'e salamlayıram, bizim operatorımızı dəyərli, Ziyafət Bəli, Bey. peşəkar, bizim operatorımız həqiqətən də uzun illərdir bu sahədədir və öz sözünü deyir. Və burada əslində həqiqətən də işini bilən insanlar var, peşəsini bilən, peşəsindən salih qalan insanlar var. Mən istəyərdim ki, onları bir-bir tanıyaq, tanımayanlar da tanısınlar. Hə, biz xanımları bura dəvət edəcəyik. Hər bir xanım hansı sahədə çalışır, hansı peşənin sahibəsidir, hansı bəy, hansı bir bizneslə məşğul olanlar var, xüsusi sahibkarlar var. Məsələn üçün, dövlət qulluqçuları var. Hər sahədən insanlar gəlib bura, xoş gəliblər. Mən o xanımları bura dəvət edəcəm. Öncə Aygo xanımı bura dəvət edəcəm. Aygo xanım, bizim dəyərli xanımımız bura buyursun. O da özünü burada təqdim etsin. Aygo xanım hansı şirkətin rəhbəridir, hansı işlər görür. Bilirsən necə, xanımlara mən həmişə bilirsiniz nə deyirəm, küllərindən doğur xanımlar. Çünki xanımlar güclüdür bəylərdən. Hə, elə. Burada bəy söhbətini eləməyək. Hər zaman bizim Təbii ki, xanımlarsız bəylər heç kimdir. Aygo xanımı dəvət edək. Xoş gəlmişsiniz. Çox şükür Aygo xanım, çox gözəlsiniz. Salamlayıram bütün qonaqlarımı, bütün gələn hər kəsi xoş gördük burada. Gəldiyiniz üçün çox təşəkkür edirik. Mən bugün Tanıyaq sizi yaxından. Bugün mən Merites şirkətini təmsil edirəm. Yaponiya qida əlavələrinin Azərbaycanda birbaşa satışını həyata keçirir. Qazaxstan şirkətidir. Özüm həmin şirkətin gümüş meneceriyəm. Merites sağlam həyat tərzini, gələcəyə daha ümidlə baxmağı, rifahı, sağlam bədən, sağlam düşüncə bunları yəni ki insanlara tövsiyə edir və burada gözəl biznes imkanları da var təbii ki.
Amma bugün biz istirahətə yığışmışıq və birlikdə gözəl əhval-ruhiyyə içində Samira xanımın təşəbbüsü ilə, bu təşkilatçılığı ilə bu tədbirdə inanıram ki, həm gözəl iş əlaqələri, həm gözəl istirahət, həm gözəl əhval-ruhiyyə olacaq. Təşəkkürlər, çox sağ olun. Şimdi fəaliyyətlərdəyiz. Şirkət 2019-cu ildən fəaliyyətdədir, amma Azərbaycanda il yarımdır var. Bizim məhsullarımız haqqında burada çox dəyərli həkimimiz var. O özü tanışlıq edəcək məhsullarla, şirkətin vizyonu ilə. Hal-hazırda mən gördüyüm məhsullarda, düzdür? Bəli. Orada masada təqdim olunur. Kim istəsə yeməkdən sonra gəlib yaxınlaşıb tanış olur. Bəli, təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Bir alqışlar. Bəli, təşəkkür edir və bu günümüz davam edir. Əslində burada iş xanımları çoxdur, rəylər də var, burada tanıdıq simalar da var, onları da bir-bir dəvət edəcəyik. İndi isə dəyərli xanımlarımızdan biri olan Sevinç xanımı bura dəvət edirəm. Sevinç xanım da təqdim etsin. Burada hər kəsi biz dəvət edəcəyik, hər kəs bir-biri ilə tanış Amma olacaq. fərqli bir təqdimat deyərdim ora, çünki mən də uzun illərdir də bu sahədəyim. Adla dəvət edib özü haqqında danışması məncə daha məqsəd uyğun olar. Çünki Biz həmişə yenilik edirik, komşu olaraq da. Hansısa təqdirdə mütləq özümüzü atmalıyıq. Yaxşı İnsanlar var. atmasın. İndi özümüzdən hələ danışmıyıq, bu qonaqlar gəlsin, danışsın. Burada da dava edəməyik, burada dava edəməyik. Bir alqışlayaq. Alqışlarınızla Sevinç xanımı dəvət edək səhnəyə. Buyurun, hoş geldiniz. Hoş gördük hər birinizi. Təşəkkür edirəm. Əslində bir spontan bir təklif oldu. Mən bilmirdim çıxış eləməliyəm. Özümü təqdim edeyim. Bəzi insanlar məni tanır, yəqin ki. Mən Sevinç Əlifət Dastarda, hematoloqam. Həkimləri Təkmilləşdirmə İnstitutunda immunologiya dərs deyirəm. Tibb üzrə fəlsəfə doktoru. Bir də Respublika Klinik Xəstəxanasında hematolog kimi çalışırım. Amma eyni zamanda da Mariam Health şirkətinin lektoruyam. Məhsullar haqqında sağlamlaşdırıcı məlumatları paylaşıram. Bu qədər. Məhsullarımız haqqında məlumatlar. O məhsullar yəqin ki, tərkibi orqanik, kimyəvi qatqılsız, yoxsa kimyəvi Bəli. Mən bir şey deyim sizə. Ümumiyyətlə Azərbaycanda təbii biyada baxqalar deyilək, qida ələbələri çoxdur. Mən hamısını hörmət edirəm, hamısını sevirəm. Burada birinci fərq orada marketing planındadır fərq. Burada daha sadədir, daha tez belə deyək, biznesə əldə etmək olur, daha yaxşı gəlirlər əldə etmək. Maddiyyat, bəli, digər şirkətlərə nisbətən. Çünki mən bir həkim olaraq, mən hardasa mən hematoloqam, çünki mənim xəstələrimə kimyəvi dərman olmaz, yazmıram. Hardasa 20 ildən çoxdur ki, mən kimyəvi dərman yazmıram. Çünki mənim xəstələrimdə bəzilərində qan axma verir, bəzilərində qan parçalanması verir. Ona görə mən çalışıram, qida ələbələrinə üstünlük verirəm. Sağ olun. Təşəkkür edirəm, çox sağ olun. Əslində, mən deyərdim ki, dünyada ən ağırlı ölkəli Azərbaycanlılardır ki, harada daha məntiqli, daha uğurlu bir işlər varsa ora qədəm qoyuruq və özümüzü alqışlayaq Azərbaycanlı olaraq, elə deyilmi? Bəli, burada bir-birindən dəyərli insanlar var, xanımlar var, bəylər var. Rübabə Kazımlı, istəyərdim ki, sizin də gürültülü alqışlarınızla onu da dəvət edək. O da öz peşəsi haqqında məlumat versin. Rübabə xanım, xoş gördük sizi. Buyurun. Salam, mən həkim, 10 qədər epidemiolog Kazımlı Bardan. Madina Xəstə Rus dilində yazıram. Özüm Dragovandan institutu bitirmişəm Moskvada. Məndə də spontan oldu əslində. Mən həm dermatolog, həm psikologam, nutrisologam. Bəli, özüm nutrisiologiyanı öyrənə, özümdə artlamışam. Marina Xılsa gəlməyimin səbəbi niyə oldu? Aşıdaba var burada preparat, ən sevdiyim. İnsanlar arıqladıqca bilirik ki, immunitet zəifliyir, vitaminlər azalır. Ona görə də generasiya bizə lazımdır həmin vaxtda. Üstəlik də ki, dediyim ki, dermatolog olduğuna görə bəzi yaralar var ki, onlara generasiya lazım olduğuna görə aşıdaba həmişə mən məsləhət görürüm.
Yəni belə o Qərcan Maliyenin artırmalıydı. Bunlar haqqında Sevinç xanım danışacaq. Mənim ən sevdiyim preparat burada Biodabavka aşıdabadır. İnşallah baxarıq, hələ gidib gəlməyə gəlmişik. Bir sualım olacaq sizə üzr istəyirəm. Dediniz ki, nə qədər çəkidən arıqladınız və nə zaman? 86 kilodan Nə qədər çəki aldınız? 30 kilo 1 ilə. Bir ilə. Bəli. Tamam, necə oldu yəni bu da yəni içdiniz yoxsa? Yox, heç bir şey içməmişəm, hətta heç bir yəni ki, diyeta deyirəm, diyetologlar diyetalar yazırlar. Bu belə şeylərin heç biri olmuyor. Hətta pandemiya zamanı insanlar kökəldiyində mən arıqlamışam və bu çəkində saxlayıram. Artırıb azaltmaq Sevinç xanım həmişə bundan arıq idim, Sevinç xanım məni ona görə şey deyirdi ki, yəni olmaz, kökəlmək lazımdır. Ona görə biraz hətta kökəlmişəm. Yəni sırf arıqlamaq deyil, həm də kökəlməkdir. Deyim necə bir şeydir, psixoloji olaraq sırf hər bir şey yeyə, hər bir şirniyyatları belə bizim Azərbaycan pahlavasını mən çox sevirəm. Bişirirəm, bəli, bişirməyi də çox sevirəm, yeməyi də çox sevirəm. Onu belə yeyə, arıqlar. Şirniyyat ola bilir. İdman müəllimləri var mı bizim aramızda? Bura idman müəllimləri varsa deyəcəklər ki, bəs biz demişik çörək olmaz, şirniyyat olmaz, siz belə. Yox, şəkər də olar, hətta olmalıdır da. Glukoza bizə lazımdır. Şəkər də olmalıdır, duz da olmalıdır, yağlı da olmalıdır. Yəni, bunların hamısını biz istifadə eləməliyik. Şəbnəm Əhmədovanı bura dəvət edirəm. Buyursun xanım da öz haqqında məlumat versin. Tanış olaq, bizə də xoşdur. Görürəm, Eynər xanımlara çoxlu sual verir, maraqlanır. Biz hər bir peşənin dərinliyini bilməliyik. Bu bizim işimizdə, araşdırmalıyıq. İstəyirəm elə səhnədə araşdırım, çünki özümə də maraqlı gəlir. Bəli, məhsullar çox maraqlı oldu. Xoş gördük sizi Şəbnəm xanım, buyurun. Salamlayıram hər birinizi, tədbir iştirakçılarım. Başda Samir xanım olmaqla təşəkkürümü bildirirəm ki, Satrayıcının rəhbərliyinə, Samir xanıma ki, bugün bizi bura yığıbdır. Mən də həkim terapevt, qan yuma üzrə mütəxəssisəm. Hamınıza sağlamlıq arzu edirəm, sağlam həyat tərzi, yəni xoş günlər, hər kəsə öz işində uğurlar arzu edirəm. Sağ olun, Samir xanıma dəyər verdiyiniz üçün çox təşəkkür ederim. Minnətdaram, təşəkkür edirəm. Birinci mərtəbədə. Təşəkkür edirəm. Saftravel sayəsində nə qədər peşə haqqında məlumatımız olur. Yəni istərseniz bəzən internetdən araşdırmaqdansa, bax burada real tanışlıq olur və həqiqətən də mən də bir çox bilgilər əldə etdim. Araxlamaq çünki biz əməli yaranlıyıq. Şeylər əslində, amma ən azından programlar almaq üçün müəyyən məsləhətlər aldı. Dəyərli bir dostumuz var. Hər zaman tədbirlərdə bizimlə olan, hər zaman tədbirlərin təşkilatında gördüyü işlərin bəziləri görünür, bəzilərinin də istəmir ki, görünsün. Dəyərli dostum Elçin Axundzadəyə təşəkkürümü bildirirəm. Elçin Axundzadə hər zaman Saftriyevelin tədbirlərində bizimlə olur. Biz də onun tədbirlərində bərabər oluruq. Tofiq müəllimə də təşəkkürümü bildirirəm. Elçin müəllim bugün burada bu tədbirə dəyərli bir dostu ilə gəldi. Alqışlayaq həm Elçin müəllim, həm Seyidzadə Fazil bəyi. Onların da sizə bu tədbirdə tövsiyələri var. Necəsiz Elçin müəllim? Təşəkkür edirəm. Fazil müəllim, Samirə xanıma, Nurayna xanıma təşəkkür edirəm dəvətə görə. Mən ən çox Nurayna xanım mənim televiziya kampaniyamda aparıcılardan biri olub. Tək Nurayna xanım yox, Zeynəb xanım və digərləri. Mən bunlara həmişə birinci demişəm ki, hansı tədbir başlayırsa başla, şəhidləri İranlıq biz hamımız sükutla qarşılamalıyıq və çünki biz yeyib içirik, ora gedirik, bura gedirik, biz onlara borcluyuz və sonra Azərbaycan himni səsləndirməlidir. Şadam ki, mənim televiziya kampaniyamda həqiqətən belə milliyyətçi, vətənpərvər xanım əfəndilər var. Hər birinizə təşəkkür edirəm. Burada yaxın dostum Fazil var. Böyük bir holdingin rəhbəridir, sahibidir. Çox istəyərdim ki, özü Qərbi Azərbaycandandır, məndən asılı ayrı olaraq mən cənubluyam. Danışmaqdadır ki, maşallah Qərbi Azərbaycanlar bilindir. Buyurun, sağ olun. Salam, hər birinizi gəlişinizi təbrik edirəm. Mən bir holding olaraq Zemtaş
firması ilə xarici iqtisadi əlaqələr məsələlərinə baxıram. İkinci, xanımlara aid olan söhbət dərman vasitələrindən məşğulam. Üçüncü də estetik tibbi şirkətin böyüyürəm. Bu qədər qısa, yəni xanımlara lazım olan bölgə ilə daha çox məşğulam daha doğrusu. Özüm təqribən 3 il xaricdə yaşamışam. İndi Azərbaycanda inşallah bu qədər. Təşəkkürümü bildirirəm. Xanımlar, bəylərimizi alqışlayar. Bəylərimiz sizi həmişə alqışlayır burada. Çox sağ olun, təşəkkürlərimi bildirirəm. İndi tədbirimiz davam edir. Gəlin musiqiyə gerək. Burada dəyərli xanımlar çoxdur, dostlarımız var bizim. Onları da adlarını qeyd edəcəm. Onları da özlərini təqdim edəcək. Səhər yeməyi necə xoşunuza gəlir? Bir baxın, görün, alqışlardan, masalardan bir alqış gəlsin. Bax, əladır. Bəzən biz böyük əyləşən masadan da bir alqış gəlsin. Yaxşıdır, yəni narahatçılığınız yoxdur, hər şey yerindədir. İnanıram ki, yaxşı olacaq. Çünki Saftravel bizimlədirsə, biz də sizlədirsə hər zaman hər şey şampiyon olur. Mən istəyirəm əslində məclisimizin bu yerində bir musiqiyə də görürəm. Hə, müğənnimizi dəvət edəcəm. Burada çarklarımız görürsünüz, Saftravel'in çarkları. Onlar haqqında 15 illik fəaliyyətləri də, onlar haqqında çox maraqlı kadrlar göstərilir. Biz həmişə fərqliyə imza atırıq, Saftravel ailəsi bir yerdə. Hər zaman bizimlə, hər zaman sizinlə deyən Saftravel ailəsinin səhər yeməklərində musiqili qonaqlarımız da var. Qonaqlardan elə birincini təqdim edəcəm. Gənc istedadlı müğənni Fərid Aydın. Tərifə varsa, çünki səsini eşitmişəm. Fərid üçün, bu gənc istedadlı müğənni üçün bir alqışlar səslənsin, bir moral alqışları gəlsin. Buyurun. Mən də sizə təşəkkürlər bildirəm Nura xanım. Bu gözəlliyi hər zamansız günü-gündən bilmirəm. Bir xanıma da alqışlar gəlsən Nura xanıma, var olasınız. Və mən Samira xanıma təşəkkürlərimi bildirirəm ki, bu gözəl dəvət üçün. Mən də öz ifalarımla sizin zövqünüzü oxşayacağım və yeni gələn qonaqlarımızın hər birini canı könüldən salamlayıram. Xoş gəlmişsiniz, səfara gətirmişsiniz. Saftravel hər zaman bir nömrədir. Ay, bravo, davam edək. Kapkara gözlerle yaktın sineden, aşkınla tutuşup yandım çingenem. Ruhumu koparıp aldım bedenden, uğruna sararıp soldum çingenem. Sen şu libasın ne güzel benzenmişsen, kaldırın bu badeni ben senin yan şerefine. Oyna canım oyna bağlım tellerin oynasın, ama çok kız çok güzelsen, çok şekersen, benim yüreğimdesen. Giyinmişsen şu badeni ben senin yan. Gözlerin oynamasın, yandırırsan canım yansın, celbedirek diyasın. Ben duyulduk hislerini, başka kimse duymasın. Oyna canım oyna bağlım, tellerin oynasın, ama çok çok kıskanırım, gözlerin oynamasın. Almışlayayım da sözünüze anlamasın. Bir yerde başlayalım. Son, 2, 3, 4. Güzel akşam seninle bir yaşam. Telefonunu bastı anlatından dolaştığım şey değil. Senin işin sarhoş. Bir hatırı gelsin sizlere. Let's begin. Gözlerim yorulmayıp yolunu gözlemeye, o dilim sanmayıp adını söylemeye. Gözlerim yorulmayıp yolunu gözlemeye, kör yalanlarım bu ses yandırdı beni. O kadar gözlerimin gemzesi yandırdı beni. O kör yalanlarım bu ses yandırdı beni.
başladı. Bircə bu sən istədi. Ağlamağa başladı. Ceyran aman, balım yaman. Ceyran aman, Ceyran aman, Ceyran yamandı Ceyran. 3 gün vədə vermişdin, 3 ay tamamdı Ceyran. Ceyran amandı Ceyran, balım yamandı Ceyran. Döndü arası, uzak değil evimiz. Bir divardı arası. Nice olsaydı sağlam, sen ne oynamsan? Ay gadası gadası gadası, dertlerimin çaresi. Ay gadası gadası gadası, dertlerimin çaresi. Ben yoldan eğileyim, gözlerimin karası. Beni yoldan eğileyim, gözlerimin karası. Ay salımın balası, geldim kubar bağlıyım. Ay salımın balası, ay matari matari matari, derdime dert katarı. Eşk olsun. Ay matari matari matari, derdime dert katarı. Sevirem onun nazını, nazını havasını. Sevirem onun nazını, nazını havasını. Uzaktasın, yakındasın, bravo. Yollarıma sessiz yatırıp için atmadığım o sonsuz geceleri. Hayaleti yüreğimden atıp uzun uzun düşündüğüm uykusuz geceleri. İnanmadığımı isteydim elim, yalan değildi benim. Bağışlayan yüreğim, gece şarkım var benim. Mehabbete, hayalete yok, sözlerini seç, danışma bile. Yalanlara yok, mehabbete, kulağını aç, dikkatle dinle. Mehabbete, hayalete yok, sözlerini seç, danışma bile. Yalanlara yok, mehabbete, kulağını aç, dikkatle dinle. Alıp gelirsen yanıma, duyursan gürülüp yakındasan sen. Yıkılarıma sessiz katıp için ağladığım o sonsuz geceleri. Hayalet yüreğimden atıp uzun uzun düşündüğüm yüzsüz geceleri. Bağışlayan yüreğim, gece şarkım var benim. Mehabbete, hayalete yok, sözlerini seç, danışma beyle. Yalanlara yok, mehabbete, kulağını aç, dikkatle dinle. Mehabbete, hayalete yok, sözlerini seç, danışma beyle. Ay bravo. O da dermandı. Ay maşallah, Sabir xanım. Bir daha səhətlərin təşəkkürlərimi bildirirəm ki, bu gözəl məclisə məni də dəvət etdiniz, buyurdunuz. Və mənim də borcumdur ki, gəlim sizin kimi gözəl insanları qarşısında gözəl mahnılarımızdan çıxış edeyim. Hər birinizdə uğurlar arzu edirəm. Gününüz uğurlu keçsin, düşərli keçsin. Həyatınızda nə arzular varsa tez bir zamana gerçi olsun. Yəni, dediyim kimi, bir nömrə şirkət Saf Travel şirkətidir. Nura xanım, teşekkür ederim size, var olasınız. Saf Travel'da size bir teşekkürname var. Bu seher yemeğinde bizimle olduğuna göre Ferdi Dərzi alkışlaya. Kaçırı şekli üzerine var. Gelsin Sənilbər xanım. Bir alkışlayan Sənilbər xanımı gururlu alkışlaya. Parfüm sevmeyen bir hanım yoktur. Bir parfüm, bir hanımın bir beyi gelişinden haber verir, gelişinde her zaman onu hatırladır. Bu hanımların seçtiği, sevdiği parfümlerdir. Yani dalıcılığı olan. Yani biz parfümü sevmeyen, ben inanmıram, uşaqlar belə parfümü sevirlər. Her zaman hanımları, beyləri yanında saxlayan parfümlərin ətiridir. Buyurun. Bəli, biz də sizi salamlayırıq, xoş gəlmişsiniz. Salam aleyküm, hoş gəlmişsiniz. Mən Rüstəmov Sanbər İsmail qızı, özüm ali təhsiliyəm, amma ona baxmayaraq 18 il Viklari şirkətində işləmişəm. Sonra öz biznesimi qurdum. Lalə parfüm təqdim elədim bərabər xanımların hamısına, illərini xoşlarına gəldi. Yəni biznes, bu işi özüm üçün qurmuşam. Bəli, İsveçrədən vururuq, xaricdən. Qalıcı parfümlərimiz. Əsas odur qalıcı Lalə parfüm. Bəli. Lalə parfümün bəylər üçün olanı var mı? Bəli,
var. O necə adlandırılır? Her bir parfümden var bizde. Her bir yönde parfüm bizden var. Maraqlıdır. Niyə məhz Lalə parfümü? Niyə məhz Çünkü benim kızımın adını alırlar. Öz işimi kurmuşum. Çok sağ olun. Teşekkür ederim. Halını gəlmişsiniz. Şu anda ben Bəli, Lalə parfüm şəhərdə artıq tanınır. rəngi tanısız özünüzə düzgün. Bəli, Rəqib görmürsən. çünkü bizim parfümlerimiz çok pahalı parfümlerle birlikte değil. Sadece qablarında fərq olur. Ona göre biz qablaşdırmalarını təşkil edəcəyik. Ad almışıq, Lalə parfüm brendi. İndi fikirləşdik, qablarımızda istəsələrdə edəcəyik. İnşallah. Xeyirli uğurlu olsun. Uğurlarınız bol olsun. Biz də gözləyək də həmin Lalə parfümünü. Qurbanınız çok sağ olun. Göndereceğim sizin için. Teşekkür ederim. Alkışlar Lalə parfümü. Çok sağ olun. Bu şəkildə çəkilir. Bəli, tamam. Teşekkür ederim. Çok sağ olun. Sağ olun. Ben bir sual vereyim. Bilir ki dünya ünlü parfümleri var. İnsanlarla var. Benim de seçim en çok sevdiğim o Cartier'den aldım. Yani sizde etkileri aynı. Yani çünkü oradaki kriz etkileri ben de seçim görmüşümdür. Ama birebir onu yiyebilmirler. Cartier sizde 18 yıl Viplan şirkətində işlədim, amma dukları heç kimə verirdim ki, dukları alınlar. Çünki qalıcılığı, keyfiyyəti az idi. Amma mən özüm ki, bu işə pandemiya vaxtı ki, özüm öz işimi qurdum. 5 ildir Lalə parfümü brendini yaratdım. Duklarımızı mən şəxsən sizə nömrə verəcəm. Sizin üçün göndərəcəm, siz baxarsınız. artık sizin simanız, sizin Lalə parfüm bizim yadımıza kaldı ve bütün terimlere söz veriyorum. Bizim oluşu terbirimizde ilk sözleri size vereceğim. Sağ olun, çok sağ olun. Çok sağ olun. Teşekkürler. Hanımıza bir alkışlar gelsin. Sayın Hanım'ın da çok sağ olun. Hamınıza teşekkür ederim. Var Rəna xanım, hoş geldik. O da bu seher yemeğinde bizimlədir. İsterdim ki onun diplomunu təqdim edeyim. Alkışlayalım da, gelin alkışlayalım. Düzdür. Bu bir diplomdur ama bunun önemi odur ki her zaman bu diploma bakanda bu güzel günün xatirəsinə çevrilir bu diplom. Her bir günün bir xatirəsi var. Rəna xanım teşekkür ederim. Belki siz de bir Saftı Radyo hakkında bir güzel bir istəklərinizi, tövsiyelerinizi söyleyəsiniz. Hamını hoş gördük. Çok sağ olun gündəvətə görə. Mən inşallah fikri var ki, ben Türkiye'de okuyorum. Ben onun yanına gitmek istiyorum ve yaban ayında müracaat edeceğim inşallah. Çok sağ olun, teşekkür ederim. Biz teşekkür ederiz. Çok sağ olun. Size teşekkür ederim. Teşekkürler. Teşekkür mütlak. Teşekkür ederiz. Saniye Hanım. Yanvar ayında artık Rəna Hanım müşteri olarak size müracaat edecek. Ve Şaliyeva Kemine Hanım buradadır. Ona da mükafatını gerek. Eğer bizi eşidirse, görürse yakınlaşsın Buradadır sevgiye. Kemine Hanım. Eyni zamanda Həsənova Sevinç Hanım. Həsənova Sevinç Hanım da yaxınlaşsın Kəminə Hanımdan sonra. Kəminə Hanım ilk dəfədir bizə, bilirəm, bizim dəyərli Canan Hanımın rəfiqəsidir. İlk dəfə də aramıza qatılıb. Bilirəm ki, o da məmnun qalıb, təqdim etdik onu elədir. Çok sağ olun, teşekkür ederim. İnşallah başka Yəni bir xatirə şəkil çəkdirib. Çox sağ olun, buyurun. Teşekkür ederiz ve növbəti. Həsənova Sevinç. Sevinç xanım Həsənova. Buyursun. İlk önce herkese salamlayıram. Bayanlara söz verirəm, istifadə eləmək istəmədim. Mən Sevinç Həsənova Kalibri Qrup şirkətinin həm təsisçi və rəhbəriyəm. Çox gözəl. Təşkilatçılara təşəkkür edirəm. Bir sahibkar xanım olaraq onu deyə bilərəm ki, ilk səhər yeməyi ki, bu qədər enerji dolu və bu qədər yəni heç boş təəssüratlar ayrılacaq. Təşəkkür edirəm. Biz teşekkür ederiz ve xatirə şəkil çəkilir. Biz də təşəkkür Teşekkür ederim. Çok sağ olun ve İndi isə mən bura dəyərli dostumu dəvət edəcəm, sözü musiqiyə verəcəm. Görürəm ki, səhər idmandır da, rəqs eləmək. Rəqs idmanın bir növüdür, Timar.
necə bizi turda aparanda o bagajlı avtobusun o çuxuru var, belə. Orada bizi rəqs elətdirirsiniz. Qoymursunuz ki, rayona gələndə bir dağa daşa baxaq, bir də baxırıq rəqs eləyir. Nurlar bizi oynadı, bir də görür, gelib çatmışıq Şuşaya. Rəqs eləyir, gedir, görür Şaxdağa getmişik. Hər zaman Saftriyə verim, turları belə möhtəşəm olur. İndi isə mən bura dəyərli dostum deyəcəm. O da illərdir bu sahədə çalışır. Çox gözəl bəstələri var, çox gözəl aranjmançı, hətta özü də ifaçıdır. Bizim Azərbaycanımızın çox tanınmış xalq artistləri, əməkdar artistlərinə mahnılarını verir. O mahnıları da sevə-sevə dinləyirik. Mən Emin Elmanoğlu'nu bax dəvət edirəm. Hardasan ay Emin? Emini dəvət edirəm. O da öz mahnı tövsiyələrini bu səhər yeməyinə, xanımlara, bəylərə ərmağan etsin. Amma Emil bir şən mahnı oynayır. Xanımlar oynamaq istəyir. Düzdür, dərmanlar vacibdir. Amma mən Nura deyirəm ki, arıqlamaq istəyənlər rəqs eləməlidir. Çünki mən hər zaman bu formada rəqsimlə qalmışam. 52 kilonu 48 yaşda saxlamaq hər xanımın işi deyil. Bir ağrısını ilməli. Rəqsi sevirəm, idmanı sevirəm. Çünki hər zaman rəqs edirəm. Bilirəm ki, rəqs insanı hər zaman formada saxlayır. Dərmanlar da lazımdır sağlamlığımız üçün. Dərmanları da qəbul edəcəm. Çünki yaş gedir, lazımdır. Buyurun. Təşəkkürlər Nura xanım. Sözsüz ki, sizin və Saftriyə həmişə tədbirləri çox möhtəşəm keçir. Bana heç kəsin şübhəsi yoxdur. Artıq 2 il yaxın ki, sizlərlə bərabərəm. Və ritmik mahnı istəyirsən, sən bilirsən ki, mənə hamı həzin mahnılarını tanıyır. Yəni, mənim ruhum odur. Sadəcə olaraq birinci həzin mahnıdır. Çünki bayaqdan qardaşım ritmik mahnılarını ifa edir. Qalacaq sizlərin kimi qəşəm bir həmişə mahnılar. O şeirə qəlbimə niyə toxundun? Sən özgə əllərin tutacaqdınsan. Bəs mənim əlimə niyə toxundun? Tutduğum o əldə nə var idi ki? Sevgimi gətirdi mənə o əllər. Onsuz da sevdiğin sənin deyil ki. Nəyimə lazım mənə o əllər. Değişdim bir anda havalar kimi. Gah qışa çevrildim, gah da payıza. Açsın qanadları durnalar kimi. Değişdi gözümü safta baxışa. Açsın qanadları durnalar kimi. Değişdi gözümü safta baxışa. Kızlaysa bu adını səhərlərdə su gətirsin. Kalbimdən temiz ədası bəzənir şu şarabası. Xanım edin gəlsin səsi Qarabağın şikəstəsi. Sima Bey, Zəhət Oğuz'u bir xatirə şəkli edilib və sizə də təşəkkürümüzü bildiririk və bunu bizim dəyərli Cahil xanımızdan da bilirsiniz. Çox gözəl kremlər hazırlayıb. Mən Xəyalət xanımı çox sevirəm, sizin həyat yoldaşınızı. Böyük hörmətimi mənim adımdan ona bunu hədiyyə edilərsiniz. Çünki bugün çox gözəl tədbirlər, arzuları ərmağan etdiniz, bizimlə oldunuz və bu yaxınlarda siz də Türkiyədə səyahətdə olmuşsunuz. Məhz siz də Saftriyə seçmişsiniz. Hər zaman mən bilirəm ki, bizim dostlarımız Saftriyə seçir. Çünki biz Saftriyə ailəsinin dostlarıyıq. Təşəkkür edirəm. Bir xanım da var. Əslində bu xanım həm müəllimədir. Məndə ola məlumat verir. Eyni zamanda tibb sahəsində çalışır. Zümrüd Ağzadəni istəyərdim ki, bura dəvət edəyək. Sizin də alqışlarınızla. Amma nəsə alqışlar gör eşitmir. Nə məsələ? Bilirsən, indi artıq dostluqlar başlayıb, tanışlıqlar başlayıb. Hər kəs bəli. Bu da gözəldir. Çünki Saftriyə nədir? Dostluqların ünvanıdır, turların ünvanıdır və gözəl bax belə tədbirlərin ünvanıdır Saftriyə. Buyurun. Hoş geldiniz. Hörmətli qonaqlar, hər birinizi salamlayıram. Bugün çox fərqli iş sahəsində olan insanları görmək həqiqətən sevindirici bir haldır. Mən özüm dentimizat diş klinikasında çalışıram. Bizim klinikamızda uzmanlıq dərəcəsi alınmış peşəkar həkimlərimiz fəaliyyət göstərir. Bir çox insan düşünür ki, bizim əsas işimiz insanların yürüyüşünü gözəlləşdirməkdir. Bu da biz insanların həm ümumi görünüşünə toxunuruq, həm də öz güvənlərinə toxunuruq. Çünki bizim üçün ən önəmlisi odur ki, insanların sağlamlığına vaxt ayırmanın nə qədər önəmli olduğunu unutmamasıdır. Yəni, düzgün arıq baxımda etmək, mütəmadi müayinələrə gəlmək, düşünürəm ki, bizdə həm iş həyatımızda, həm də şəxsi həyatımızda daha güclü olmağımıza kömək edəcəkdir. Hər birinizdə sağlamlıq, daima gülümsəməyi arzu edirəm. Təşəkkürlər mənə dinlədiyiniz üçün.
Biz təşəkkür edirik sizə gəldiyiniz üçün. Müəllimə kimi də bu videoda fəaliyyət göstərir. Bu haqda heç danışmadınız. Nə müəlliməsiniz? Piyaca müəlliməsiyəm özüm. Çox sağ olun. Bəli, həm o sahədə çalışıram, təcrübə qazanım, həm kliniklərində. Yəni, mənə elə gəlir ki, universal olmaq yaxşı bir şeydir. Bəli. Sözsüz ki. Timur Xatirəflə çəkdirir. Çox sağ olun, təşəkkürlər. Biz təşəkkür edirik. Mənim bir dəyərli dostum var, Məhmədov Elnur müəllim. Buradadır. Elnur müəllimi də bura dəvət edirəm. Elnur müəllim deyəsən, gedib yoxsa buradadır. Hə, buradadır. Bir almışsınız Elnur bəyi. İlk dəfədə o da saxtıra verir. Bax, bu səhər yeməyindədir. Çox da bəyəndi, çox ürək sözlərini söylədi. Artıq o da bizim kimi saxtıra verir, ailəsinə qoşuldu. Salam, hamınızı salamlayıram. Əziz dəyərli bölgəli xanımlar. Mən Elnur Məmmədov, House Design icrası direktoruyam və Civilizm direktoruyam. Şəxsən Emin bəy Ağadorovun salamlarını hamıya çatdırıram. Nura xanım, təşəkkür edirəm gəldiğinizdə. Bir dənə xahişim olacaq ki, hər zaman birlik olalım. İş adamları, xanımlar olsun, bəylər olsun. Birlikdə biz Azərbaycanımızın iqtisadiyyatını gücləndirməliyik. Ona görə hər zaman birlikdə olaq, güclü olaq, bir-birimizlə dəstək verək. Mənim bir dənə budur xahişim. Təşəkkür edirəm hər şey üçün. Biz də təşəkkürümüzü bildiririk, bir xatirə şəkil çəkdirək. Təşəkkür edirik. Çox sağ olun. Təşəkkürlər. İnsan hər zaman bu kosmetoloji prosesləri bilməliyəm. Hər zaman oraya kompliment edirsən, deyirsən ki, qeyri-adi geyimlər giyirsən, çox gözəl zövqün var. Bu zövqləri yaradan, bu geyim butiklərini açan, biz xanımları hər zaman düşünən işgüzar xanımlarımız var. Bugün Elena, bax gözəl o ziyafət geyimləri, moda evli rəhbəri Gülə xanım buradadır. Hər zaman onun geyimləri şəhanədir deyirəm, çünki çox gözəl geyimlər var, zövqlü var, özünün də zövqü var. Özünün zövqü olmasa zaten bizə gözəl geyimlər gətirməz. Gülə xanım, siz də bir eşidək. Alqışlar gəlsin dəyərli Gülə xanım üçün. Gülə xanım, yeni geyimləriniz var da yəqin. Buradan çıxan kimi gedirəm eləyər. Orada xanım geyimləridir. Bəy geyimləri yox. Elena moda evinin rəhbəri sahibi dəyərli Gülə xanım. Qonaqları salamlayıram, müvəqqətlər arzulayıram. Mən Elena moda evinin rəhbəri olaraq Nura xanım sizə təşəkkür edirəm. Biz də təşəkkürümüzü bildiririk. Yeni mövsümdə, bax, üzüm qışa doğru gedir. Yeni il karnavalı gəlir, bax, xanımlarla səhər biz yenə yıxışacağıq. Gələcək bu gözəl, dəyərli, necə deyim, səhər yeməyində. Ola bizim yeni gecəmiz oldu. Geyimləriniz var mı? Bəli. Gəlib də təzə geyimlər. Ünvanınız harada yerləşir? Baxın, xanımlar diqqətlə qulaq asın. Ünvanınız haradadır sizin? Modelin. Televizyonla işləyirik. Hə, onlayndır sizdə, çox gözəl. Təşəkkürlərimizi bildiririk. Bir də Instagram səhifəniz yəqin var. İndi burada xanımlar yaxınlaşır, maraqlanacaq. Yəni, məndən bugün burada Gülə xanıma yaxınlaşsalar, məndən neçə faiz indirim edəcəksiniz? Yəni, bu tədbirdə. Mən də işi tuturam, səs eləməsin. 50%. 50%. Nə gözəl, alqışlayaq 50%. Xanımlar, qeymdə 50% indirim. Təşəkkürümüzü bildiririk, var olasınız. Sağ olun. Çok sağ olun. Teşekkür ederim. Çok sağ olun. Memnun kalmışsınız. 200 dəfəli gəldiniz. Memnun kalmışsınız. Sağ olun. Teşekkürler. Teşekkür ederim. Çok sağ olun. Bugün burada bir değerli fanımız var. Kama Peker. Elə sən də yaxşı tanıyırsan. Bəli. Kama Peker həqiqətən də onun haqqında məlumat verir biraz. Mən daha yaxşı tanıyırım da onu. Siz də yavaş-yavaş tanıyırsınız. Kama xanım illərdir Bodrumda yaşayır. Orada Azərbaycanın hər zaman mədəniyyətini, Azərbaycanımızın mahnılarını, çox gözəl, dəyərli sənətçilərə özünü yazdığı sözlərlə həmin sənətçilər o mahnıları oxuyurlar. Bu yaxınlarda onun təşkilatçılığı elə bilirsən də, hamımız küçük Əmrah dili, Əmrah bəy Azərbaycanında çox ötəşə bir konsert keçirdi. Fevral ayında 20 ildən sonra Azərbaycan o konsertin də məhz təşkilatçıları onu bura dəvət edən bizim Kama xanımımızdır, Kama Peker. Və onun gözəl bir mahnısı var, Sibələrdə olan oxuyur, çox gözəl, səssiz fırtına, hətta trend deyirlər, o vaxt orada Türkiye'də trend deyirlər, yoxdur.
oldu. Ama çok sevildi. Sözlerini de ben çok beğenirim. İnanıram, uğurlar arzu ederim ve Qama xanımın sözlerini bizim tanıdığımız bəstəkarımız var, İlhami Adil qızı. Bax, həmin xanım, Aynur Adil qızı, o bəstəkarı, həmin xanımın özü burada yoxdur. Qama xanım da öz tövsiyələrini söyləsin, sonra isə bizim dəyərli, gözəl bir gənc istedadlı mühəndimiz var, sözü ona verəcəyim. Mütləq. Alqışlarınızla Qama Bekər yəni. Teşekkürler değerli arkadaşlarım. Nura, Elia, çok sağ olun. Samire Hanım, teşekkür ederim ben de bugün bu güzel tedbirimize davet ettiğiniz için. Bildiğiniz gibi konser için Bakı'daydım ama bu tedbiri de kaçırmadım. Samire Hanım, canım arkadaşlarım bu tedbiri teşkil ederdi. Çok güzel, çok seviyeli geçiyor. Teşekkür ederim ben de davet ettiğiniz için. Uğurlarınız bol olsun. Saf Travel. Bilet için de teşekkür ediyorum Samira Hanım. Sağ olun, var olun. Teşekkürler. Söz verirsən ki, artıq gələndə nəinki özün, o gətirdiyin dəyərli sənətçilərlə biletlərini ardın alacaq. Mütləq Saf Travel. Teşekkürler. Artıq hər kəs Saf Travel seçir. Söz. Bir sirri açım, toyğun da bitsin tamaşaçılar, qonaqlarımız. Saf Travel Əmrahın 20 ildən sonra Bakıya gəlişini təşkil etdi və Əmrahın da seçimi Saf Travel oldu. Alqışlarımızla. Teşekkür ederim Qama Bekər. Və bizim bir qonağımız da var burada. Həqiqətən də onun xətrini çox istəyirəm. Əslində qalmaqallarla çox gündəm oldu. Sevildi, seçildi. Eyni zamanda müğənni kimi fəaliyyətə başladı və belə də sevildi. Hə Nura? Bəli. Bizim dəyərli, gözəl, göçək Özü o da dolçadı, bilirsən də. Canan da dolçadı. Canana, sən niyə dəvət edirsən də? Alqışlarımızla əziz dostlar. Və ondan sonra bizim dəyərli tanıqlarımız var. Onlara da söz verəcək. İkinci nəsil hər kəs diqqət nəzərindədir. Hamınızı sevirəm. Və artıq şəkillər də çəkdirlər Cananla. Hə, elə, görürsən də. Bir var mıydı ki, verirsən orada, var mıydı? Bizdə niyə şəkil çəkdirirlər? Yəqin ki, Canan da bizdən şəkil çəkdirirlər. Zarafat. Çox şıksan bugün də. Hər olan buyur. Salamlayıram hər kəsi, xoş gördük. Ən əsas xanım. Egar, təbrik edirəm. Mən istəyirəm öz ifalarımla çıxış edim. Buyur, sən sizlərdir. Gözəl xanımları nəqsə dəvət edirəm. Свет уже не сводит с ума. Если ты меня не услышишь, значит наступила зима. Небо загрустив наклонилось, сумерки укутают дома. Больше ничего не случилось, просто наступила.
Anne güzel. Teşekkür ederim. Teşekkürlər Canana, həqiqətən də möhtəşəm. Mən deyərdim ki, ilk günlərdə mən yadımdadım, müğənni hissayəsində başlayandan bu gün arasında dağlar qədər fərq var və sevilirsən, həqiqətən ifalarınla, səhərə görünüşündən çox onu da qeyd edeyim ki, ilk günlərdə Canana olacaq və deyərlər ki, ilk günlərdə mən hər zaman dəstəyimi göstərmişəm, çünki istedadlı insanlara dəstək olmaq lazımdır. Elə deyil mi? Mən deyərdim ki, Cananın bu ifasına görə, bura iştirakına görə bir gürültülü alqış alır sizdən. İnşallah mən Saftrayer'la uçuşlar həyata keçirdim tezliklə. Samir xanım nəzərə alın ha, yəni, artıq Cananı Demişəm, övladlarımla Dubaya uçacaq. Canan əvvəl sənə Saftrayer tərəfindən bir mükafat var. Təşəkkürlər orada. Teşekkür ederim, var olasınız. Uğurlarınız bol olsun. Azərbaycanda kim nə iş qurursa, nə əldə edirsə, biz də sevinirik. Çünki vətənimizə nə olursa bizimdir hər bir şeyimiz. Uğurlarınız bol olsun. Teşekkürlər, çox sağ olun. Mən də təşəkkürümü bildirirəm. Bizim burada bir dəyərli xanımımız var. Birazdan o xanım da burada özü təqdim edəcək. Onun çox gözəl bir hədiyəsi var. Cahan xanım, buyurun. Bu Cahan xanım özü çox geniş məlumat verəcək. Özü şəxsən, öz reseptləri ilə təbii kremlər, üz üçün lazım olan, xanımlar üçün lazım olan bədən gülləri, şampunlar, ən çox da o xanımın üz üçün çox gözəl prosedurlar, yəni heç bir toxunuş olmadan sadəcə olur. Özümüz o xanımın kremlərindən bir ilmi cahalaşırıq. Birazdan xanım özü gəlib öz məsələlərində də verir. Bəli, o bilmirəm, içində sürprizi xanım özü təqdim edir, göndərir. Sağ olun. Təşəkkürlərinizi bildiririk. Çox sağ olun. Daim hər zaman yanınızdayım. Çok sağ olun. Teşekkürler Canan'la ve biz devam edirik. Ben diyelim aslında konaklarımıza bir sual vereyim. Bak, Manolya restoranında güzel səhər yemeğiyiz. Hamı istirahat ededik, yedirik, içdik, oynadık, hoş sözler dedik, bilmeyenler, tanımayanlar tanındık burada səhnədə. Gəlin, özümüzü bir gürültülü alqışla mükafatlandırın. Değerli bir hanıma söz vereceğim. Hemkarım, dostumdur. Teşekkür yaparım. Çok güzel bu yakınlarda. Değerli bir arkadaşa içinde çok güzel şehirler, hikayetçi şehirlerde paylaşın. Sosyal şebekelerde, herkesten sevilir. Zeynep Hanım burada davet edilen bir alkışlarla. O da Saftrayer'den bütün tedbirlerde Samira Hanım'ın yanındadır. Her zaman özel turlarda iştirak edin. Bizim Qarabağ turunda da Zeynep Hanım bizden bu güzel tədbirlər hem təşkilatçıdır, hem aparıcıdır. Yani o da bu Saftrayer'in simasıdır biliyorlar. Gəlsin ama Zeynep Hanım. Beraberdir. Şehirlerine dolaşırsan mı? Evet. Hoş gelmişsiniz. Hoş gördük sizləri ilk növbədə. Mən gözəl həmkarlarım, bizim tanınmış, maraqlı həm də simalar, Eylər və Nura xanıma çox təşəkkür edirəm bu dəvətiniz üçün. Siz olan yerdə həmişə əhval-ruhiyyə yüksək olur. Və ikinci növbədə mən Saftrayer şirkətinin bütün əməkdaşlarına, başda Samirə xanım olmaqla çox böyük təşəkkürlərimi edirəm. Bilirsiniz ki, Azərbaycanda Saftrayer şirkəti çoxdur və onlar bir-biri ilə necə deyərlər, rəqabət aparırlar. Amma Saftrayer şirkəti, bu mənim öz şəxsi fikrimdir, çox uğurlu bir şirkətdir və bu uğurun ən önəmli səbəbi onun rəhbərliyidir, Samirə xanımdır. Çünki Samirə xanım həm öz işçiləri ilə bir ailə kimi münasibət bəsləyir və eyni zamanda çox ən önəmli mənim dəyər verdiyim xüsusiyyəti onun dürüstlüyüdür. Dürüstlük olan yerdə isə bilirsiniz ki, hər zaman inkişaf vardır. Mən inanıram ki, çox yaxın bir zamanda, çox qısa bir zamanda Samirə xanımın bu gözəl şirkəti Azərbaycanın sərhədlərini də açıb keçəcəkdir və dünyaya açılacaqdır. Sağ olun, var olun, sağ olun. Eylər, bizim burada değerli bir hanımlarımız var. Herkese söz verilecek ama o hanım benim için önemlidir. Bütün hanımlar önemlidir. Esas bizim hanımlar için önemlidir. Güzellik. Bizim hanımlarımız olsa güzeldi ama bakımlı qalmaq üçün vaxtında o prosedurlar var. Bunlar siz daha yaşamayasınız. Onlara baxım çəkmək lazımdır. Onlar lazımdır. Elə deyil mi Nura? O bizim Azərbaycan xanımları dünyada hər zaman öz gözəlliyini, mədəniyyəti ilə və tərbiyəsi ilə hər zaman seçilir və Azərbaycan xanımlarını alqışlayaq ya Nura. Bravo! Ve benim değerli
deyirlər ki, o xanımla da necə tanış oldu? Əvvəl dalaşdıq, sonra barışdıq. Amma dostluğumuz daha möhkəm oldu. Çəkişməsən bəlkə. Çünki veriliş onu tələb edir. İş oldu da, yəni. Xanımla həmən o verilişdə. Xəzərdə bu yeni verilişi var. Kimdir bu xanım? Bizim dəyərli Canan xanımız buradadır. Gözəl kozmetologdur. Gözəl onun hazırladığı kremlər o zaman mənə deyirdi. İnanmadım. Amma axır vaxtlar xanımın kremləri, hətta mən zəng edirəm, bir bitib. Hansı kremindən soruşur, bir bitib, yoxdur. Buyursun, buradan səhnəyə alaq sizi. Özü öz əlləri ilə, tərkibi də təbii. Özü düzəldir xanım. Salam. Salamlayıram hər kəsi. Həmişə belə gözəl günlərdə görüşək. Nura xanım, mən sizə gətirmişəm. Özüm hazırlamışam. Nədir? Bax, burada nə var? Onu deyir, xanımlar da eşitsin. Burada telli kremidir. Özüm hazırlamışam. Bu krem neydir? Krem üzə vuran kimi, telli xanımın üzü kimi üzümüz parıldayır. Bərk qurur, tərkibində güneşdən qoruyucu var. Yüz var. Yüz faktörü dərimizi güneşdən qoruyur. Həm də qidalandırır. Bir də orada kanal kremimiz var, zəhmət olmasa. Baxın, buradadır. Hətta düzəltmişsiniz bu kanal kremi. Yəni mən biraz açıq rənglərdə, yəni bütün ton istifadə edirəm. Ağlanırsan, elə sənin dərinə uyğundur bu. Bir də orada ətirli, təbii güllərdən çiçək. Bəli, xanım özü ətirlər də hazırlayır. Baxa bilərsiniz, çox möhtəşəm. Əgər bu ətri burada istifadə etməsə ürəyim. Tərkibinə mən sidir tozu da əlavə etmişəm. Sidir tozu hər kəs eşitsin ki, gözü, nəfsi, canlıq və verir. Bəlkə də bəziləri güləcək, amma bu həqiqətən belədir. Əvvəl mən də eşidəndə gülmüşdüm, amma araşdırma apardım ki, həqiqətən də sidir tozu gözü, nəfsi, canlıq və verir. Bu ideyanı da mən fikirləşmişəm ki, gözəl. Yəni ki, bütün gözlər getdi məndən. Deməli, həm ətir kimi istifadə edirik, həm də ki, gözü, nəfsi, canlıq və verir. Möhtəşəm də qoxusu var. Əsas odur ki, təbiidir. Mən həmişə təbiini sevirəm, özümdə də təbiini sevirəm. Çünki bəli, kosmetoloji proseslər olmalıdır, xanımlara toxunuşlar olmalı. Özdə biz aparıcıyıq hər zaman efirdəyik. Ona görə çox vaxt təbii olan kremlərə önəmli edirəm, yəni önəmli bilirəm. Amma bir sual verirəm. Yəni, bax, biz üzümüzə, məsələn, doğudur, botoksdur. Yəni, bu kremlər onlar kimi, tərkibi, yəni botoks kimi, dolgu kimi, yəni elə mi onlar tərkibi? Onlar kimi güclü mü? Bax, sizin hazırladığınız o məhsullar. Mən deyirəm ki, onlardan da güclüdür. Mənim güclü bir setim var, bura gətirmədik. Güclü set Azərbaycanda az müddətdə trendə çevrilib. Az müddətdə hətta üzgərmə əməliyyatına yaxındır. Kim əgər mənlə mübahisə edirsə, şübhə ilə yanaşırsa, mən hədiyyə verə bilərəm. Bir ay müddətində böyük nəticə əldə etmək olur. Kim şübhə ilə yanaşırsa, mən hədiyyə edə bilərəm və görsünlər ki, doğrudan da möhtəşəmdir. Təşəkkürlər bildirirəm, sizə təşəkkürlər. Bir alqışlayın bizim dəyərli xanımımızı. Mirtalıqlı Events qrupu şirkətinin rəhbəri Ləman Mirtalıqlı buradadır. İstəyərəm ki, sizin də alqışlarınızla Ləman xanımları səhnəyə dəvət edin. Ləman xanım üçün niyə alqışlar səyirdir? Alqışlayın, ən çalan əllərinizi səhər tezdən, rüqün ortadır, dollar gəlsin, evro gəlsin, manat gəlsin. Yəni, ən çalan əlləriniz tək görməsin. Buyurun. Çox sağ olun, təşəkkür edirəm təqdimatınız üçün. Vaxtımız xeyir, hörmətli xanımlar və cənablar. Xoş gördük. İlk olaraq mən Aygül xanıma təşəkkürümü bildirmək istəyirəm. Mən bu gözəl tədbirə dəvət elədiyi üçün. Əlbəttə ki, bugünkü günün təşkilatçısı Software-odur, başa düşdüyüm qədər. Və Software 15 illik fəaliyyətdədir. İlkin olaraq onu söyləyeyim ki, Mirtalıqlı Event Klub artıq 10 ildir ki, sahibkarların, həkimlərin və işinin mütəxəssislərinin reklam PR işlərini apararaq müxtəlif növ tədbirlər keçirir. Və Travel olaraq 15 ildir ki, fəaliyyət göstərmək bu bir peşəkarlıqdır. Bu çox böyük bir zirvədir. 15 il sən iş yiyəsən, çünki bir çox travellar pandemiyadan sonra bağlandı. Bir çox travellar bir ili keçə bilmir, hətta bir neçə ayı keçə bilmir. Lakin 15 il həqiqətən də sözünü demiş bir şirkətdir. Mən təbrik edirəm Samirə xanımı, onun işçi heyətini və siz gözəl xanım, gözəl bəy. Bayaqdan bizim masada söyləyirlər ki, o bəyin gözləri parmaqlarındaydı. Nəsə danışır, gözləri işıq saçır. Yəni bütün xanımlar sizi bəyənir. Daha bilmədim, özünüzü bəyənir, gözünüzü bəyənir, yoxsa danışıq tərzinizi bəyənir. Gözləri bilirsiniz, sizi məndim sizə, Bərman xanım. Burada o qədər gözəl xanımlar var. Bəy neyləsin, bilmir hansı masaya baksın. Bütün xanımlar burada göz
gözəldir, şıqdır. Şıq xanımları görən bəylərin gözləri həmişə parıldır. Bu bəylərin, bütün bəylərin gözü parıldasın. Siz o qədər gözəl danışdınız, o qədər gözəl ifa sözləri söylədiniz xanımlar üçün. Mən həqiqətən sizin yanınızda baş əyirəm ki, təşəkkür edirəm ki, xanımları bu gün çox gözəl təqdim edə bilirsiniz. Var olun, minnətdarım. Teşekkür ederim. Teşekkür ederim. Çok Ne görürse bizden. Saptır evlerden. Teşekkürler. Ben teşekkür ederim. Ve burada bir değerli rəfiqəm var. O da illərdir mətbuat sahəsində çalışmış, təşkilatçı və değerli xanımımızdır. Məmmədova Samirə xanımına dəvət edirəm. Samirə xanım buyursun. Ona da təşəkkürümüzü bildirib. O da hər zaman Saptıra benim yanındadır. Az da Samirədir, adaşlardır. Hər zaman Samirə xanım da bizim səhər yeməklərimizə, turlarımıza qatılır. Bilirəm ki, o da məmnundur ki, gəlir. Buyurun. Hər vaxtınız xeyir, hamını salamlayıram. Uğurlar, hər bir günə, həmişə kimi vaxtınızsınız. Hər bir işdə, hər bir layihədə uğurlar istəyirəm. Çok sağ ol Samirə xanım. Bir xatirə şəkil çəkdirək. Çok sağ olun Samirə xanım. Teşekkür ederim. Xəyala xanımız kamerasında hazır görürsün. Gəlin Xəyala xanım, gəlin. Buyurun bir alkışlar səslənsin Xəyalə xanım üçün. Hər zaman bizim şəhid analarımızın yanındadır və onun tədbirlərdə Xəyalə xanım başda əyləşir və öz dəstəyini əsirgəmir. Çok güzel bir gündü Paris günü. Güzel hava, güzel hanımlar, aparıcılar. Evimizi de ben çok beğendim. Aparıcılık kabiliyetine. Murat Hanım, bana size teşekkür ederim. Ben de bu mecliste davet ettiğim için. Birçok meclislerde olurum. Her bir meclisin öz ağırlığı var. Bugün her tarafı hem şanlarının ciddiyeler teşekkür işini kıymetlendirmek, değerlendirmek, insanlara önem vermek, bu da çok önemlidir. Değerli insanların değerini bilmek lazımdır. Ben burada birçok insanları gördüm. Öyle biz hemşe rastlaşırız. Demek var ki her günde tedbirlerdeyiz. Ve bugün farklı olarak bir güzel mekanda olduğumuzu daha da geliyek. Manolya'da benim. Nuray'la her şey güzeldi. Ben de ediyordum. Nuray'la güzel de Saptıra belirli uçuşlarımız olacak Şampiyon'a. Özür dilersiniz ki her ay bütün ülkelerde gezerim. Gezirik ama indi Xəyalə xanım Saptıra belirli gezeceksiniz. Söz mü? Söz veririm. Dilimize uygun. Hanım o əfirdən Xəyalə xanım üçün təşkil eləməlisiniz ki göz qaytarsın. Gəlin teşekkür edeceğim size. Çəkdirək. Çok sağ olun. Heyecanlı. Bundan görə də heyecanlı. Teşekkür ederim Xəyala xanım. Minnətdarım. Çox sağ olun. Lətafət xanımı dəvət edirəm. Bir neçə illik ailə dostumdur, yaxınımdır, doğmamdır. Lətafət xanım da buyursun. O da bu tədbiri, artıq tədbirimizin son olsa da görürsün masalarımızda qonaqlarımız əyləşirlər, səbirlər, gözləyirlər. Lətafət xanım buyursun. Hoş geldiniz. Mən də hər kəsi salamlayıram. Və burada hər kəsin uşağı belə lazımdır. Yəni, Samirə xanım Biləcək dərsində belə tədbirlər keçirmiş ki, ondan mən yaxşı iştirak eləməmişdim. Peşman deyiləm, yəni çox xoş oldum. Biz de təşəkkürümüzü bildiririk. Yəni bundan sonra bütün səhər yeməklərində bizimlə olacaksınız. Lətafət xanım ne? Ev xanımısınız yoksa sahibkar xanımısınız? Onu da deyim, biz tanış olaq da biz öyrənməliyik. Aslında mən jurnalistəm. Aynen güzel, hemkarımız. Sahilerde de işlemişim. Hazırda yerim ev şirketini taşıyan. Hele ki başka bir iş yok da olacak inşallah. İnşallah uğurlarınız bol olsun. Teşekkür ederim. Bir xatirə şəkli çəkdirək. Buyurun. Teşekkür ederim. Çok sağ olun. Hem iş adamıdır, aynı zamanda da şorbiznes sahəsində də uğurludur. Gözəl ifaları var, mahnıları var. Əminəm ki, hər biriniz sevəsiniz. Mən istəyərdim ki, məmnuniyyətlə Ayda Səfərovanı səhnəyə öz ifası ilə dəvət edeyim.
Mən baxdım, Anzada başqa yerə gedirlər. Bir də gəlməni bileti çəkilişlə verəsinizsə. Hoş geldiniz Sarı Hanım. Necəsiniz? Gedəyin onda aşağı. Bir 10 Seninle bir anda geldin ki hayatıma. Bütün her şey güven anda. Sanki uçurumda beni aldın adına. Bu dünyada tekçe kalıp tenha olanda. Seninle bir anda geldin ki hayatıma. Bütün her şey güven anda. Sanki uçurumda beni aldın adına. Bu dünyada tekçe kalıp tenha olanda. Aşkın olunca seni görsem tanısaydım. Beni hiç kesemez etmez bu hayatta. Neden ağladın kadalsam. Elleri sana ver, nazlana nazlana ver. Nazlana nazlana ver, nazlana nazlana ver. Düşlerim aya gelmem. Bir yıl oldu sen gelmedin. Gözyaşımla name yazdım. Benim halımı bilmedin. Ne ben öpşene kızıl gül. Senin etini vermedim. Senden sonra aşık kuşlar. Bizim eyvana gelmedi. Ne ben öpşene kızıl gül. Senin etini vermedim. Senden sonra aşık kuşlar. Bizim eyvana gelmedi. Senin etini vermedim. Senden sonra aşık kuşlar. Bizim eyvana gelmedi. Susma gözün danışır, küsüp yine barışır. Azıcık bu kalbimi yine alem karışır. Susma gözün danışır, küsüp yine barışır. Azıcık bu kalbimi yine alem karışır. Bilmiyorum nece gözüm yolunda kalıp gözüm. Sana kurban olurum arkamca gönlümüzü. Gezerem her diyar, taparam ben seni yar. Etmeyem sevri berar, alaram ben seni yar. Gezerem seni yar, süzerem gizli gizli. Gezerem ben seni yar, gezerem her diyar. Mükafatımız var. Teşekkür edirik. Çok sağ olun. Şıksız. Çok Bəzi sağ olun. müğənnilər ümumiyyət götürüşləri. Bəli. Gündəmdə olan deyil, oxumaq. Buna kalmakal yaratma burada ve Bilirsən də mən onları ruhumdadır. Amma bu yıl xanımlarla küçük dostluk günüdür. Sahtırır ve herkesi dostlaştırır. Bir köprü yaradır ve bu köprülerden birinde ne olsa yaşıyor bura. Bak, bilirsən ki, blogerlərimiz hər dəfə bir-birinə maraqlı ölkələrə üstünlər. İstər ölkələr olsun, istər ölkələr olsun gəlirlər və onların da seçməni sözsüz ki, Sabit Reyron'dur və bir bloger məşhur xanım var ki, burada. İstəyərdim ki, Nərmin xanımı bura dəvət edib buradadırsa. Çünki onun bir bileti var, o bileti ona təqdim eləmək istəyirəm. Yəqin ki, bilet mütləq Sabitlər Reyron'dur. Onu da seçdim, baxın, onu da seçim Sabit Reyron'dur və görək hansı ölkəyə gedəcək, mən özümə də maraqlıdır. Hoş gəlmişsiniz. Sağ olun, hoş geldiniz. Herkese sağ olun. Ben de seçilmekte inşallah ki seçilimden razı kalmayı bütün ülkelere sattıra verelim. Nasıl ölkə gedirsiniz? Türkiye. İstanbul'a gedirsiniz. Evet.
Neçə günlük? 4 günlük. Mən əminəm ki, siz peşman olmayasınız və mütəmadi olaraq da sizin seçiminiz Saxtrel olacaq və sizə bu prezent şəxs seçkilərdən ki, burada özünü təqdim edir. Teşekkür ederim. Çok sağ olun. Başta rəhbərlik Saxtrel. Yaxşı ki varsınız, yaxşı ki xanımların əlini belə gözəl yerə yığırsınız, üzümüzü güldürürsünüz və sizin sayənizdə sağ-salamat gedib gələcəm. İnşallah sizə xoş uğurlu yollar və bir şəkildə çəkilir. Biz də təşəkkürümüzü bildiririk Saxtrabeli. Nə görə sevirəm Saxtrabeli? Çünki ilk dəfə Qarabağda, mən Qarabağda heç vaxt olmamışdım və hər zaman istəyirdim Şuşanı, Xankəndidə. Mən bunları 30 ildə eşidirdim. Bilirsən də biz qalib xalqın bugün Saxtrabelidir. Qalib xalqın Elyanıdır, Nurasıdır. Buradakı olan xanımlar bəylər, hamımız qalib xalqı, vətəndaşları. Və o arzuma mən Saxtrabeli'ni çatdım. Və çox ölkələrdə olmuşam, Avropada, Rusiyada, yəni ölkələri gezməyi sevirəm səyahəti. Amma Dubayda heç vaxt olmamışdım. Və Saxtrabel ilk dəfə olaraq məni Dubaya da götürdü. İnanıram ki, Saxtrabel'in turistləri hər zaman razı qalır, müştəri məmnuniyyəti var. Çünki bir ailə kimi gedirik, tanış oluruq orada, yeni dostlar qazanırıq. Bax, burada dəyərli xanımlar var, bəylər var. Biz xüsusiyyət, aura bilmirik, dünyanın bir üzü qaradır, bir üzü ağ. Sabah nə olur bilmirəm, mən kədərli notlara toxunmaq istəmirəm. Demək istəyirəm ki, yox, abortmağını da almamı sevinir. Demək istəyirəm ki, ona görə insanlar bir-birlərinə motivasiyanı məhəbbətlə, sevgi ilə ötürsünlər. Çünki həyat budur, sevgidir, məhəbbətdir, qayğıdır, qorumaqdır. Onun Saxtrabel əsas ofisində bizim Aksana xanımımız artıq mərkəzi qarşılayacaq, artıq yük Aksana xanımın üzərindədir. İnanam ki, öhdəsindən gələcək. Çünki dolçadır. Mənim heç bir şübhəm yoxdur. Amma Nura, təəssüflə getmək istəyirəm ki, artıq məclisimizi yekunlaşdırmağa məcburuq. Çünki artıq saat da sözü deyil, günorta saatlardır. Səhərdən buradayıq. Sonda Manolya restoranına təşəkkürümü bildirirəm. Bax, bugün bizə xidmət edən xanımlar, bəylər, afisantlar var ki, onları mən təşəkkürümü bildirirəm, var olasınız. Bax, orada dəyərli xanımlar işçi personalı həqiqətən sözün əsl mənasında yüksək hörmət göstərdi. Ona görə Manolya rəhbərliyinə təşəkkür edir ki, belə bir gözəl dəyərli işlərlə sahib olur. Və Saxtrabel ailəsini, bax, hər zaman Nurlanı burada gördük, yollar var bizim. Tima var. Pozitiv, çox pozitiv. Əgər mən tura gedəndə avtobusa daxil olub, görürəm ki, Nurlan oradadırsa, deyirəm, aha, Nurlan, bugün sənin günün başladı, Nurlanınız, adınız da Nurdur, işıq saçılıqda deyirəm. Nurlan, təşəkkür edirəm. Naz təriflə, yaxşı. Deyir, qoy səni başqa bir tərifləsin, amma o zaman üçündür. Bugün səni başqa bir yox, gələ özün tərifləsin, çünki başqaları bir görsən təriflərini, arxaca danışır. Zərbat edirəm. Sonunda Emil Elmanoğlu'nu dəvət edə bir mahnı ilə yekunlaşdırır. Amma bizim Emil'i bayağı təqdim etdim. Emil Elmanoğlu dəfələrlə studiyasını gedirik, bilirsən də, stresi atırıq. Saxtrabel'lə gəzirik, amma ruhumuzu qidalandırma içində Həm ifaları, həm bəstələrdə, sözün əsl mənasında insanların ürəyinə zövqlük şirin verir və bir xanım... Minə xanım, duet ortağıdır, çox gözəl bir mahnıdır. Yeni duet ortağı diyorsun, ha? Bəli, yeni duet ortağıdır. Emil duet ortaqlarını özü seçir hər zaman. Duet ortaqları onu seçmir, Emil seçir. Ümid edirəm bu dəfə qalmaqa olmaz Emil, buna şübhəm yoxdur. Yox. Ən sonuncu qalmaqalı hələ də mən yapdım. Cahan xanımın o ətrindən lazımdır bu duet ortağını mütləq. Ümid edirəm, bilmirəm niyəsə fikir vermisənsə, duet ortaqları bir müddətdən sonra aralarında bir soyuq iceberg yaranır. Baxmayaraq mehriban olur, amma birdən bir iceberg yaranır. Sizə xoş gördük, xoş gəldiniz. Xeyirli uğurlu olsun əvvəla. Yeni duet desinlər. Yeni mahnı eski mahnıdır, mən bilirəm. Mənim bir şeydən xəbərim olmasa bilirsən, mən onlar. Qaranlıq səhər olar, səhər də qaranlıq olur. Mahnı çox gözəldir, hər kəs də bunu eşitir. Biz indi gəncliyimizə qayıdacaq. Çox gözəl mahnı. Sən uşaqlıq var, mən də gəncliyimə. Mən. Sən mahnı üçün də mahnıdır. Biz istəmək təzədən alaq canlarına. İnşallah. Xeyirli uğurlu olsun, sizə uğurlar, səndən sizin uğurlar. Teşekkürler.
senin için. Seher akşam gündüz gece darıxıram senin için. Ay sevgilim bilsen nece darıxıram senin için. Seher akşam gündüz gece darıxıram senin için. Darıxıram divane tek, şama həsrət pərvanə tek. Bu hicrana dözmürlər, darıxıram sənin üçün. Darıxıram divane tek, şama həsrət pərvanə tek. Bu hicrana dözmürlər, darıxıram sənin üçün. Ucak ucak geldim köksünden çıkacak. Burada ne var utanacak. Darıxıram senin için. Darıxıram ucak ucak geldim köksünden çıkacak. Burada ne var utanacak. Darıxıram senin için. Döne döne kalbim dönüp geline. Sen yanımda olsan yine darıxıram senin için. Darıxıram döne döne geldim dönüp gene bile. Sen yanımda olsan yine darıxıram senin için. Darıxıram divane tek, şama həsrət pərvanə tek. Bu hicrana dözmürək, darıxıram sənin üçün. Darıxıram divane tek, şama həsrət pərvanə tek. Bu hicrana dözmürək, darıxıram sənin üçün. Darıxıram kucak kucak geldim köksünden çıkacak. Burada ne var utanacak. Darıxıram senin için. Darıxıram kucak kucak geldim köksünden çıkacak. Burada ne var utanacak. Darıxıram Senin için. Darıxıram döne döne geldim dönüp gene bile. Sen yanımda olsan yine darıxıram senin için. Darıxıram divane tek, şama həsrət pərvanə tek. Bu hicrana dözmürək, darıxıram sənin üçün. Darıxıram divane tek, şama həsrət pərvanə tek. Bu hicrana dözmürək, darıxıram sənin üçün. Bəli, biz əslində artıq tədbirimizin yavaş-yavaş sonlarına gəlib çatırıq. Nura, necədir təəssüratın? Təəssüratım çox əladır. Çünki insan səhər yuxudan hansı əhval-ruhiyyə oyanırsa, gün də Mən sizin əvvəlində dediyim kimi, yenə mən deyinə gəlirsən. Günlər necə başlanırsa, günün sonuna qədər də o ab-hava ilə davam edirsən. Mən əminəm ki, bugün buradan gedir. Hər kəs günün xoş keçəcəyi çünki xoş başladı, bizimlə başladı. Mənim əziz və dəyərli həmkarım Nuranın təqdimatında. və Elər Sadıqovun təqdimatında Elər də illərdir jurnalistdir, tələmparıcı da çox böyük layihələrimiz artıq. Elər xoş oldu, səndən bir səhnəni paylaşmaq. Biz dostuq, amma işdə dostluq yoxdur deyirlər, amma biz işdə də dostuq. Çünki hər şey dostluqdan, səmimiyyətdən başlayır. Səmimiyyətdən doğan dostluq, ailə münasibəti, iş münasibəti o ömürlü olur. Çünki ortada səmimiyyət var, riyakarlıq yoxdur. Riyakar insanları sevmirəm. Sonunda burada əyləşən xanımlar və bəylərə hər zaman deyirəm ki, dünyada 3 şey vacibdir. İman, ümid, məhəbbət. Məhəbbət hər şeydən üstündür. Çünki o məhəbbət Tanrıdır. Bugün Tanrı sizi qorusun. Tanrı xalqımızı qorusun, əskərlərimizi qorusun, dövlətimizi qorusun. Əmnamanlıq olsun, sülh olsun. Şəklimizi çəkdim də, şəklimizi çəkə-çəkə hərdən çək. Və sonunda sizlərlə sağollaşırıq. Görüşmək ümidi ilə
saf traveldə gəzmək ümidi ilə elə bilirəm ki, ellərin artıq həmişə ilin sonu elə bir tur mütləq xarici etməlidir. Beylər gedək. Amma Samira xanım yoxdur. Ev yoxdur. Tima Bey burada var. Tima Bey. Ellərlə bizə də biletimizi unutmayın. Biz də getmək istəyirik. Təşəkkürlər. Sevirik sizi. Çox sağ olun. Sonunda da Nurlan Xanzalı ilə yola salın. Hamızdan izleyen iləyimizin gəlimizi bir neçə sayıda məşğul olacaqlar. İştirak edən değerli qonaqlarımızdan insanımız qarşımız budur. Gözəl, möhtəşəm sənət, çəkdi buyuran zaman. Getdiniz, indi keçsiniz. Evet, kızlar siz el eləyin, siz el eləyin, el eləyin, qəşə, əlasız, əlasız. Əlasız.